Əsrlərdir bir çox alim bu kitabın üzərində baş sındırır. Sirri çözlərsə insanların ölümsüzlük qazanacağı iddia edilən nüsxələri 7-8 min avroya satılan orijinalı hazırda ABŞ-da qorunan Voynich əlyazması. Əlyazma nə üçün Voynich adlandırılır? Voynich əlyazması məlum olmayan dildə və əlifbada yazılmış kitabdır. Kitabda istifadə olunan əlifbanı oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalar da, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450-1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15, uzunluğu isə 22 santimetrdir. Səhifələrinin sayı 240 olsa da, 30'a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voynich adlandırılmasının səbəbi 1812-ci ildə kitabı köhnə Bukinistdən almış Wilfred Voynich'in adı ilə bağlıdır. 20-ci əsrin ortalarında kitabın Voynich tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı 16-cı əsrə aid olduğunu sübut etmişdir. Voynich kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biri də kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunmuşdur. Şəkillərə əsasən kitabın astronomiya sahəsində yazıldığı və bu sahədə ətraflı məlumatların verildiyi məlum olur. Voynich əlyazması 100 ilə yaxındır ki, alimlər tərəfindən öyrənilir. Dilçilər, kriptoqraflar, tarixçilər və digər peşə sahiblərinin birgə apardığı araşdırmalar nəticə verməmişdir. Kitabla bağlı olan iddialardan biri orada istifadə olunan işarələrin heç bir məna ifadə etməməsidir. Müxtəlif sıralanma əsasında yazılan kitabı oxumağın mümkün olmadığı fikri uzun müddət səslənmişdir. Lakin aparılan araşdırmalar sübut etmişdir ki, kitabda yazılan cümlələr işarələr toplusu yox, dünya elminə məlum olmayan dilə aiddir.